kəfənini cırıb, üzünü cırmaqlayıb, yəni çıxmaq istəyib. Yəni bunlar yalandır. Olmayıb belə bir şeylər. Noyabr ayının 17-sində cümə günü deməli veriliş bitir. Gülşən xanım hamı ilə sağollaşır və deyir ki, əgər sağ qalsam birinci gün görüşərik. Çünki veriliş 5 gün efirdə olurdu. 6 bazar efirə çıxmırdı. 5-ci gün onun son çəkiliş günü olur və o sağollaşır, gedir. Bundan sonra həmin günü axşamı Gülşən Qurbanova dünyasını dəyişir. Deməli o artıq evə çatanda yolda özünü pis hiss etməyə başlayırdı. Çünki buna qədər 2 dəfə infarkt keçirmişdi. Yolda özünü pis hiss edir, amma yenə də evə özünü çatdırır, qapını açır, içəri girir. Görür ki, daha da vəziyyəti ağırlaşdı və balkona çıxır. Orada balkonlar belə uzundur. Çıxır balkona, qonşusunu səsləyir. Qonşu görür artıq Gülşən xanım özündə deyil, oturub aşağı balkonda. Qonşusu təcili yardım çağırır, amma həkimlər gələnə qədər Gülşən xanım artıq dünyasını dəyişmişdi. Gülşən məzarını açıb görüblər.